İyulun 27-sində Səbail rayon məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə İctimai Palatanın 2 aprel mitingində həbs olunan AXCP fəalları Sahib Kərimov, Arif Alışlı, Babək Həsənov, Zülfüqar Eyvazlı, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrafilovun iş üzrə məhkəmə istintaqı davam edir. Vəkil Yalçın İmanovun sözlərinə görə prosesdə təqsirləndirilən şəxslərdən Babək Həsənovla Elşən Həsənov sərbəst ifadə verib. Təqsirləndirilənlər onlara qarşı verilmiş ittihamla razı olmadıqlarını və özlərini günahkar bilmədiklərini qeyd ediblər. Onlar tutulan zaman müdafiə hüquqlarının pozulduğunu iddia ediblər. Hər ikisi siyasi mənsubiyyətinə görə həbs olunduqlarını bildiriblər. Vəkillər Xalq Partiyasının lideri Pənah Hüseyin və AXCP sədrinin müşaviri Şakir Abbasov da şahid kimi dindirilməsi ilə bağlı vəsadət qaldırıb. Hakim ittihama baxılandan sonra bu məsələyə də baxıla biləcəyini deyib. Sonra ittiham və müdafiə tərəfinin sualları cavablandırılıb. Prosesdə həmçinin zərər çəkmiş Sərxan Məhərrəmovun hüquqi nümayəndəsi ifadə verib. Lakin o, suallara ətraflı cavab verə bilmədiyi üçün müdafiə tərəfi Məhərrəmovun prosesə çağırılaraq ifadə verməsi barədə vəsadət qaldırıb. Hakim vəsadəti təmin edib. Proses iyulun 29-da davam edəcək. Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 233-cü İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə və 186.1-ci özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddəsi ilə də ittiham olunur. İttiham haqqında deyilir ki, 6 nəfər asayişi pozub, polisin tələbinə məhəl qoymayıb, 25 mülki şəxsə və polisə xəsarət yetirib. Eyni zamanda hərəkətdə olan avtobusu dayandırıb, 3 nəfəri qaçırdıblar. Həmin avtobusa 1325 manat ziyan vurublar.